Verilmiş ifadənin qiymətini hesablayın. Deməli, kök altdakı birinci ifadədə qüvvəti cütdür 4. Ona görə mənfi itəcək. Qalacaq burada 2 üstü 4 vurulsun 2 üstü 2. O da bərabərdir. Kök altda 2 üstü 6'ya. 2 üstü 6'dan burada kökün dərəcəsinə görə də çıxartmaq olar və 2 üstü 6'nı 64 olduğundan istifadə etmək olar. 64-dən kök isə 8 çıxır. Cavab olur B bəndi 8. 3 bölü x bərabərdir 2 bölü y və x üstəgəl 3y bərabər 72 olarsa y-i tapın. 3 bölü x bunu bu şəkildə yazaq bərabərdir 2 bölünsün y. Bu tənasübü xassəsinə görə belə yazmaq olar. X bölü 3 bərabərdir y bölü 2. Ona görə bu şəkildə yazırıq ki, buradan x bərabərdir 3k, y bərabərdir 2k olduğu görünsün. Sanki biz buna bərabərdir k yazıb x-i tapmışıq. İndi bu 3k və 2k'nı yuxarıdakı ifadə yerinə yazaq. X 3k üstə gəlsin 3 vurulsun y, yəni 2k bərabərdir 72. Alınır burada 9k bərabərdir 72 və k bərabərdir 8. Biz tapmalıyıq y. Y də bərabərdir 2k'ya. Y bərabərdir 2 vurulsun 8 bərabərdir 16. Cavab C bəndi 16. Alfa və beta qonşu bucaqlardır. Alfanı 30% azaldıb betanı 40% artırdıqda bərabər bucaqlar alınırsa alfacıq beta fərqini tapın. Alfa üstəgəl beta bərabərdir 180 dərəcəyə, çünki qonşu bucaqlardır. Buradan yazmaq olar ki, beta bərabərdir 180 çıxılsın alfa. Və ya alfa bərabərdir 180 çıx beta ola bilərdi. İndi ikinci hissəyə keçək. Alfanı 30% azaldırıq. Alfa çıxılsın alfanın 30%. Bu bərabərdir 0,7 alfaya. Betanı 40% artırırıq. Beta üstə gəlinsin. Beta vurulsun 40 bölünsün 100. Burada alınır 1,4 beta. Bunlar bir-birinə bərabərdir. 0,7 alfa bərabərdir 1,4 beta. İxtisar aparsaq alınır alfa bərabərdir 2 beta. Deməli, bu betanın yerinə bu ifadəni yazmaq olar və ya birbaşa alfa bərabərdir 2 betanı aparıb birinci sənədə yerinə qoymaq olar. Alınır oradan 2 beta üstəgəl beta bərabərdir 180 dərəcə. Yəni beta bərabərdir olur 60 dərəcə. Beta 60 dərəcə tapmışıqsa buradan tapa bilərik ki, alfa bərabərdir 120 dərəcə. Qonşu bucaqlardır axı şərtdə yazılıb 120 dərəcə. Və biz tapmalıyıq alfacıq beta fərqini. 120 dərəcə çıxılsın 60 dərəcə bərabərdir 60 dərəcə. Cavab C bəndi. Aşağıdakı hasillərdən hansı 24 ədədinə tam bölünür? Hasillər ədədin sadə vurğuları ayrılmış şəklində verilib. Ona görə biz 24-də sadə vurğularını ayırıq. 24 8 vur 3-dür. 2-nin kubu 3-dür 1 olmalıdır. Ta ki verilən bir ədəddir x ədədi. Bu bölünür 24-də. Deməli 24-ün bir sadə vurğularını yazsaq bura 3-1. Bu ikisinin də sadə vuruqları hansılarsa onu biz birazdan biləcəyik. Hər bir vuruq uyğun olaraq aşağıdakı vuruqlara bölünməlidir. Yəni 2-nin kubudsa məxrəcdə yuxarıda da ən azı 2-nin kubu olmalıdır ki, tam bölünsün. 3-ün üstü 1 isə yuxarıda 3 olmalıdır ki, ən azı 3. Məxrəcə 3-ə bölünsün. Bəndlərə baxaq. A bəndində 2 üstü 2 var. O 2-nin kubuna bölünmür. Ona görə cavab deyil. B bəndi yenə 2-nin kvadratı var. Bölünmür. C bəndində 3 yoxdur. Bu 3 olmalıdır. Yoxdur. O da bölünmür. D bəndində 3 yoxdur. Ona görə bölünmür. Qalır E bəndi 2-nin kubu bölünəcək. Buradakı 2-nin kubuna. 3-ün kvadratı 3-ə bölünəcək. A-nın ədədin neçə olduğunu tapmaya ehtiyac yoxdur. Sadəcə bölünməsi lazımdır. Və biz görürük E bəndəki hasil 24-ə bölünür. Cavab E bəndi. Verilmiş ifadənin qiymətini hesablayın. Surət və məxrəcdəki kvadratlar fərqini A plus B, A minus B kimi yazaq. Yəni həm cəm, həm fərq kimi. Alınır yuxarıda 50 üstəgəl 14. Vurulsun 50 çıx 14. Kəsin surətində çıxılsındır. Məxrəcdə də eyni qayda alınır. 26 üstəgəl 10 vurulsun 26 çıx 10. Və bütün bu ifadə kök işarəsi altında olmalıdır. Bərabərdir. Deməli 50 üstəgəl 14 olur 64 vurulsun 50 çıx 14 36. Məxrəcdə də 36 vurulsun 16. 36'lar ixtisar gedir. 64 16'ya böləndə alınır 4. Odur kök altda 4. O da bərabərdir 2'yə. Cavab A bəndi 2. A və B
Düz mütasib kəmiyyətlərdir. Cədvəl əsasən x-i tapın. Düz mütasib kəmiyyətlərin nisbəti həmişə sabit qalır. Bu eyni qalmalıdır. Deməli, bizim misala 8 bölü 18 bərabər olmalıdır 12 bölünsün x-ə. Çarpaz vursaq 8 vur x bərabərdir 12 vur 18. Hər tərəfi 4-ə bölürəm. 2 vur x bərabərdir 3 vurulsun 18. 18 2-yə bölünür, alınır 9. X bərabərdir 3 vur 9, yəni 27. Cavab C bəndi 27. A və B çoxluqlarının kəsişməsinin elementlərin sayını tapın. A və B çoxluqlarının kəsişməsi bu çoxluqların ortaq elementlərindən təşkil olunmuş çoxluqdur. Baxaq, bir elementi hər ikisində yoxdur. 2 elementi var, 2-ni yazdıq bura. 3 elementi hər ikisində var, onu da yazırıq, ortaq elementdir. 4 element də var hər ikisində. 5 elementi yoxdur. 7 var. Bir də 8 var. 6 da yoxdur. Deməli, 2, 3, 4 və 7, 8 elementləri ortaq elementlərdir. Bunların sayını tapın, oldu 5 element. Cavab A bəndi 5. A və B əks ədədlər olarsa, verilmiş ifadəni sadələşdirin. Əks ədədlərin cəmi 0-dır. A üstə gəl B bərabərdir 0. Bunu istifadə etməliyik sağdakı ifadədə. Bu ifadədən ilk iki həddindən AB-ni ortaq vuruq kimi çıxartsaq, alınır AB vurulsun A üstə gəl B, üstə gəl 1 bərabərdir. Bu A plus üstə gəl B-nin yerinə biz 0 yazmalıyıq. Alınır AB vur 0, üstə gəl 1, AB vur 0, 0-dır. Alınır cavab bir ifadənin sadələşdiririk. Alınır bir cavab B bəndi. Şəkildə bir nöqtədə kəsişən iki düz xətt verilmişdir. Şəkildə əsasən alfanı tapın. Burada şəkildə qeyd olunan iki qarşılıqlı bucaq var. Bunların bir-birinə bərabər yazmalıyıq. 9x bərabərdir x üstə gəl 40. Buradan alınır 8x bərabərdir 40. Sol tərəfə keçirdik x-i və x bərabərdir 5 dərəcə. X 5 dərəcə olanda 9x olan hissə olur 45 dərəcə bu bucaq. Bunu sağda da yoxlaya bilərik. Bu da 45 dərəcədir. Çünki x üstə gəl 40, yəni 5 üstə gəl 40-dır. Tapmalıyıq alfanı. Alfa bərabərdir 45 dərəcənin qonşu bucağına. 180 dərəcə çıxılsın 45 dərəcə. Deməli, alfa bərabərdir 135 dərəcə. Cavab E bəndi 135 dərəcə. 3n üstə gəl 6 ifadəsinin qiyməti tək ədəd olarsa, aşağıdakılardan hansının qiyməti cüt ədəddir? Deməli, 3n üstə gəl 6 təkdir. Biz n tapaq ki, n təkdirmi, cütdürmü? 6 cütdür. Onda 3n tək olmalıdır ki, tək üstə gəl cüt tək olsun. Yazaq tərəzindən 3n təkdir. Bu ancaq n tək olduqda tək ola bilər. Çünki cüt olsaydı 3n hasil cüt olardı. N təkdir. Deməli, biz n-in tək olduğunu nəzərə alıb bəndləri yoxlamalıyıq. Hansı cütdür? A bəndə 2n hasili cütdür. Burada n-in yerinə 1 qoyub da bunu yoxlamaq olar. Biz amma ümumi hal üçün baxarıq. 2n cütdür A bəndində. Demək, yazaq bura A bəndi. 2n cüt, üstə gəl 3 təkdir. Onda bu tək olacaq. B bəndində n kvadratı, təkin kvadratı olur bizdə tək. Üstə gəlinizin cüt, yenə tək alınır. C bəndə 5n. 5n təkdir. Çünki təki təkə vuranda 5n tək olur. Üstə gəl cüt, yenə tək alınır. D bəndinə baxaq. 7n. Deməli, n təkdirsə 7n. Bu da təkdir. Üstə gəlsin 5. Bu da təkdir. Cavab olur cüt. E bəndinə yoxlayaq. Biz D olduğunu tapmışıq. 4n cütdür. Üstə gəlsin tək. Alınır yenə tək. Bizdən soruşur hansının qiyməti cütdür. Olur cavab D bəndi. A ədədindən 40% böyük olan ədəd 126 olarsa A-nı tapın. Deməli, A-dan 40% böyük. A-nın üzərinə A-nın 40%-in gəlməliyik. Həmin ədəd buna bərabərdir. Vurulsun %40. Yəni 1,4A və bu bərabərdir 126-ya. Biz A-nı tapmalıyıq. Burada A-nın A bərabərdir 126 bölünsün 10-da 14 və ya 126 vurulsun 7-də 5. 126 7-yə bölünür. Burada düşür 1, 18. Və biz A-nı tapmaq üçün 18-i 5-ə vurmalıyıq. 18 vur 5. O da bərabərdir 90-a. 90-ın 40%-ni tapsaq olur 36 və bunların cəmi 126 olduğunu görə bilirik. A oldu 90, cavab D bəndi. A, B və C ədədlərini müqayisə edin. 3 dənə müsbət ədəd verilib. Bunları müqayisə etmək üçün burada uyğun bir üsul yoxdur, amma kvadratlarını müqayisə etmək olar. Çünki köklər tamam fərqli ədədlərdir və kökdən çıxan qiymətlər təqribidir. Amma kvadratlarını yazsaq nisbətən asan olacaq işimiz. A-nın kvadratı olur 24. B-nin kvadratı bərabərdir
7 üstəgəl 2 vur kök 7 vur kök 5 üstəgəl 5. Yəni bərabərdir. 12 üstəgəlsin 2 kök altda 35. C-nin kvadratı da bərabərdir. Birbaşa yazaq. 2 kökünün kvadratı 8 üstəgəl 2 vurulsun. 2 kök 2 vur 2 üstəgəlinsin 2'nin kvadratı 4. Yəni 12 üstəgəlinsin 8 kök altda 2. Deməli 12'lər burada görürük ki eynidir. Onu da belə yaza bilərik. Biz təzədən yazaq bunu. A kvadratı bərabərdir 12 üstəgəlsin 12. 12'ni ayırırıq ki geri qalan hissəsini müqayisə eləyək. B kvadratı bərabərdir 12 üstəgəlsin 2'ni kök altda yazsaq 4 vur 35. C kvadratı bərabərdir 12 üstəgəlsin kök altda 8 64 vurulsun 2. Daha da müqayisə olacaq şəkildə yazaq. 12 üstəgəlsin kök altda 144. 12 üstəgəlsin kök altda 140. 12 üstəgəlsin kök altda demək burada da alınır 128. 12'lər eynidir. Sağ tərəfdəki köklərdən görürük ki ən kiçiyi C-dir. C ən böyüyü isə A-dır. C, B, A olmalıdır. Cavab E bəndi. C kiçikdir, B kiçikdir A. Hansı ədədin 5'dəki hissəsinin üzərinə 36 əlavə etdikdə ədədin özü alınır. Ədəd olsun x. Bunun 5'dəki hissəsi vur 5'dəkidir. Üzərinə 36 əlavə etdikdə ədəd özü alınır. X alınır. Deməli 36 bərabərdir. X çıxılsın 5'də 2x. Bu da bərabər olur 5'də 3x'ə. Onda biz yazaq 5'də 3x bərabərdir 36 və x bərabərdir 36 bölünsün 5'də 3. Və ya 36 vurulsun 3'də 5. İxtisar getsə 12 vur 5 bərabərdir 60 A-nın cavab B bəndi 60. A bərabərdir kök altda 7 üstəgəl kök 37 vurulsun kök altda 7 kök 37 olarsa A-nın tam hissəsi tapın. Birinci A-nı tapaq. A bərabərdir. Bir kök altda yazsaq bunları olacaq. 7 üstəgəl kök altda 37 vurulsun 7 çıx kök altda 37. Bu da A plus B, A minus B. Yəni iki ifadə fərqinin kvadratının açılışıdır. Olur burada 7'nin kvadratı çıxılsın kök altda 37'nin kvadratı. O da bərabərdir kök altda 49 çıxılsın 37. Demək bizdə A-da A bərabərdir kök altda 12. Demək kök altda 12 kök altda 9 ilə kök altda 16 arasında yerləşir. Yəni 3'dən biraz böyükdür, 4'dən də kiçikdir. Yəni 3 tam neçə hissədir bu ədəd? Bizdən tam hissəsini soruşur. Deməli A-nın tam hissəsi oldu 3. Cavab A bəndi. İki paralel düz xəttin kəsənlə əmələ gətirdiyi uyğun bucaqların biri 80 dərəcə olarsa, digərini tapın. Təxmini bir şəkil çəkək, şəkildə bunu görək. Amma bunların bərabər olduğunu olsa bilirik. Uyğun bucaqların biri budur. Budursa əgər, onda digəri də bu olmalıdır. Bu 80 dərəcə olanda, onda bu da 80 dərəcə olur. Uyğun bucaqlar bərabərdir bir-birinə. Cavab D bəndi 80 dərəcə. Aşağıdakı ədədlər cütlərindən hansı qarşılıqlı sadə deyil? Bir baxaq. Deməli, A bəndində 1 və 27'nin əbabu 1'dir. Çünki 1'dən başqa ədədə bölünmür. B bəndində də əbabu 1'dir. Çünki burada 1 var. Qarşılıqlı sadə ədədlər əbabu 1 olan ədədlərdir. Əbabu 1'dən böyükdürsə əgər, onda qarşılıqlı sadə olmur. 27 və 29'un ortaq bölündə heç bir şey yoxdur. Bu 3'ün kubudur. Bu isə 29'dur. Ona görə qarşılıqlı sadədir. Bunlar cavablar deyil. 28 və 29 arıcı ədədlərdir. Qarşılıqlı sadə olur. Çünki belə də göstərə bilərik. 28'i yazırıq, vuruqları ayırsaq. 2'nin kvadratı vur 7. 29 ancaq 29'dur. Ortaq vuruq yoxdur. Sadə vuruq yoxdur. Qarşılıqlı sadədir. E bəndində 28'də 2 var. 30'da da 2 var. 2 vur 3 vur 5. Yəni 28 də 30'un əbabu bərabərdir 2'yə. Əbabu da yazaq qarşısına. Bu o deməkdir ki, bu ədədlər qarşılıqlı sadə deyil. Cavab E bəndi. Kök altda x bərabərdir 4 tənliyini həll edin. Bu üçün xüsusi bir həll qaydasına ehtiyac yoxdur. Kök altda 16 bərabərdir 4 olduğunu bilirik. Və ya biz yaza bilərdik x bərabərdir 4'ün kvadratı. O da 4 vur 4 16'ya bərabərdir. Kök altda mənfi olmaz. Onsuz da bəndlərdə mənfi yoxdur. 16 var. Cavab E bəndi 16. 20 dəfə azalan ədəd
neçə faiz azalmış olar? Ədəd olsun bizdə A, bu 100%dir. Və 20 dəfə azaldı, oldu A bölü 20. Bu da x faiz. X'i tapıb azalmanı oradan görə bilərik. Çarpaz vursaq x vurulsun A bərabərdir 100 vurulsun A bölü 20. 20 ilə 100 ixtisar gedir. Qalır burada 5A. Deməli, A'lar da bölsə x bərabərdir 5A-nı. Deməli, əvvəl 100% imiş. Azalandan sonra oldu 5%. Deməli, 100-dən 5-ə azaldı. Bu fərqi tapırıq, olur 95% azalma. Cavab A bəndi. N A çıx B bərabərdir 2, N A kəsmə B bərabərdir 4 və N B çıx A bərabərdir 6 olarsa, N A birləşmə B-ni tapın. Bunu diaqramda yazsaq daha rahat tapmaq olar. Ona görə diaqram çəkdik. Deməli, A çıx B sol tərəfdə 2 element var. Altdan xətt çəkirəm. Bu elementlərin sayını bildirir. 2 element kimi orada deyil. 2 dənə element var. A kəsmə B 4-dür. Burada 4 dənə element var. B çıx A-da 6 element var. Burada yazırıq 6. Bizdən soruşur bunların hamısının cəmini. A birləşmə B-ni. Onda olacaq 2 üstəgəl 4 üstəgəl 6 bərabərdir 12. Cavab C bəndi 12. Verilmiş ifadənin qiymətini hesablayın. Tək-tək kök altdan çıxardaq və tapmağa çalışaq qiymətini. Deməli, bu olur bizdə 144 olduğu kimi qalır. Üstəgəl ikinci kökdə 400 üstəgəl 25 vurulsun 9. Çünki 81-dən 9 çıxır. 25 vur 9 da bərabərdir 225-ə. Onda belə alınır. Kök altda 144 üstəgəl kök altda 625. 625-dən də 25 çıxır. Qalır burada 144 üstəgəlinsin 25. Bərabərdir 169. Buradan da kök çıxır 13. Cavab A bəndi 13. A paraleldir B olarsa alfanı tapın. Burada bu verilən 3 dənə bucağın cəminin 360 dərəcəyə bərabər olduğunu istifadə etmək olar. Amma ümumi qayda həll etmək istəyirəm bunu. Deməli, 156 dərəcəyə yazılan bucağın təpə nöqtəsindən keçən bir düz xətt çəkək. Ümumi qayda dediyim nədir? 2 paralel düz xəttin kəsənə əməl etdiyi bucaqlardan istifadə edək. Deməli, təxminən bu olur belə bir bucaq. Deməli, 156 dərəcə burada bütöv bucaqdır. Bu aşağıdakı hissəyə bir x bucağı yazaq. Onda daxili bir tərəfli bucaqların cəminin 180 dərəcə olduğunu istifadə etməliyik. Olur 180 dərəcə və x bərabərdir 122 dərəcə. Bu 156 dərəcənin yuxarıda qalan hissəsinə bir y yazsaq, onda x üstəgəl y bərabərdir 156 dərəcədən yaza bilərik. Y bərabərdir 156 dərəcə çıxılsın 122 dərəcə və y bərabərdir 34 dərəcə alınır. Deməli, altdan 2, 4 və 34 dərəcə, bəli. İndi alfa və y bucaqlarının da daxili bir tərəfli bucaqlardır. Alfa üstə gəlsin 34 bərabərdir 180 dərəcə və alfa bərabərdir 180 dərəcə çıxılsın 34, o da bərabərdir 146 dərəcə. Bu 4 dənə bucağın cəmi 2, 360 olduğuna görə, deməli, x-lə 58-in cəmi 360-dır. Y-lərdə bunu fərqli rəqəmlə göstərək. X-lə 58-in cəmi 360-dır. Y-lə də 180-dir. Y-lə də alfanın cəmi. Ona görə bunların hamısının cəmini 360 dərəcəyə bərabər edib də bunu yazmaq olardı. Üstə gəlsin 158 dərəcə bərabər 360 yazıb, yenə alfa bərabər 146 tapa bilərdik. Cavab B bəndi 146 dərəcə. 84 ədədinin NATO bölənlərin sayını tapın. Vuruqlara ayıraq və düstur tətbiq edək. 84 bölünür deməli 2-yə, olur 42. Yenə 2-yə bölünür 21, 3, 7 və 7, 7, 1. Yaza bilərik bunu. 2-nin kvadratı vurulsun 3 üstü 1, vurulsun 7 üstü 1. NATO bölənləri yazmaq üçün qüvvətləri bir-bir artırırıq. Bir vahid və hasilini tapırıq. Vurulsun 1 üstə gəl 1. O da bərabərdir. 3 vur 2 vur 2 alınır 12. Cavab A bəndi 12. 324 ədədinin 36,5 hissəsi hansı ədədin 0,8 dövrdə 3 hissəsinə bərabərdir? Tapaq 324-ün 36,5 hissəsini. 36,5. Deməli 2-yə bölək. Əslində birbaş 36-ya bölmək olar. Burada 9 qalır. 360 36-ya bərabərdir. Bəli 9 qalır. Alınır 9 vur 5 bərabərdir 45. Hansı ədədin x ədədinin deməli 900-də 83/8 hissəsi bərabərdir 45-ə. Biraz sadələşdirək. X vurulsun
900'də 75 bərabərdir 45. Onda alınır bizə x bərabərdir 45 vurulsun 75'də 900. Deməli 15'e bölsək burada qalır 5. 900'ü 15'e bölsək qalır 60. 45 də 5'e bölünür qalır 9 vurulsun 60 və x bərabərdir alınır 540. Cavab 540. Tədbirdəki 120 iştirakçının 45% qadındır. Bu tədbirdə neçə kişi gedərsə, qadınlar qalan iştirakçıların 60%-ni təşkil edər. Deməli, 120 nəfərin 45% qadındır. Bunların sayını tapaq, bölünsün 100. Sıfırları silsək və 2-yə bölsək, 6 vurulsun 45 bölünsün 5, qalır 6 vur 9 və 54. Tədbirdən gedən kişilərdir. Qadınlar getmir. Bu 54 dəyişmir. Kişilər gedir, 120-dən də onlar azalırlar. 54 60% təşkil edir. 54 nənə 60%-dir? 54 vurulsun 100 bölünsün 60'ı tapırıq. Sıfırlar getsə, bir də 2-yə bölsək 27 vurulsun 10 bölünsün 3, bir də 3'ə bölünür qalır 90. Deməli 90 nəfər iştirakçı qalmalıdır. Bu qalmalıdır oldu. Qalmalıdır. 90 nəfər iştirakçının 60%-i 54 olacaq. Amma 120 iştirakçı var. Neçəsi getməlidir onda? 120 çıxılsın 90 bərabərdir 30. 30'u getməlidir ki, qadınlar qalan iştirakçının 60% təşkil etsin. Cavab 30. Alfa və beta uyğun tərəfləri paralel olan bucaqlardır. 4 alfa üstəgəl beta bərabər 240 dərəcə olarsa, alfanın mümkün qiymətlərinin cəmini tapın. Demək, burada iki hal var. Ya alfa betaya bərabərdir, ya da alfa ilə betanın cəmi 180 dərəcəyə bərabərdir. Birinci halda alfa betaya bərabər olan biz 4 alfa üstəgəl betanı yaza bilərik 5 alfa kimi. Betanın yeni alfa yazıram çünki alfanı tapmalıyam. 5 alfa bərabərdir 240 dərəcə və alfa bərabərdir 48 dərəcə. Bu ikinci halda isə 4 alfa plus betanı bu şəkildə yazıram. 3 alfa üstəgəl beta üstəgəl daha doğrusu bərabərdir 240 dərəcə. Ona görə yazıram ki, alfa üstəgəl betanın yerinə 180 dərəcə yaza bilək. 3 alfa üstəgəl 180 dərəcə bərabərdir 240. 3 alfa bərabərdir 60 dərəcə və alfa bərabərdir 20 dərəcə alınır. Biri 20 dərəcə ola bilər, bir dəfə də 48 dərəcə və bunların cəmini tapmalıyıq. 48 dərəcə üstəgəl 20 dərəcə bərabərdir 68 dərəcə. Cavab 68.